biz Peyğəmbərin sirəsini özümüzə nümunə götürməliyik? Bəli. Bizim təbii olaraq bu barədə Qur'an-ı Kərimdəndir bu dəlilimiz. İlk olaraq mübarək Əhzab surəsində Allah bütün müsəlmanlara xitabən deyir ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ اُسْفَةٌ حَسَنَةٌ. Həqiqətən də sizin üçün Allah Rəsulunda gözəl nümunə vardı. Və eyni zamanda digər ayədə deyir ki, Allah Rəsulu ən böyük əxlaqa sahibdir. Demək, bir tərəfdən Allah deyir ki, Allah Rəsulu sizin nümunədir. O biri tərəfdən deyir ki, bu ən gözəl əxlaq sahibi idi. Peyğəmbər məsum idi. Yəni, rəftarının arxasında ilahi təyid var idi. Peyğəmbər nə edirdisə, istər fərdi olaraq, istər ictimai olaraq, bu birbaşa Allahın nəzarəti altında idi. İndi bu günlərim insan kimi özünə nümunə götürsün və o ahirətdə savab Allaha cavab versin ki, bax, mən buna görə bu formada yaşadım. Allah Rəsuluna tabi olan şəxs deyəcək ki, bəli, bu sənin göndərdiyin Rəsul idi və sən təsdiq etmişdin bunu və mən də onun kimi rəftar edirəm, istər ibadə olsun, istər ictimai məsələ. Niyə görə biz Allah Rəsulunun özümüzə nümunə götürürük? Allah Rəsulu insan həyatına bütöv yanaşırdı. Ətiullah və ətiur Rəsul. İtaət edilir mütləq şəkildə. Bəli. Yəni, Allah Rəsulunun hansız həyatından itaət edək? Hər sahəsində. İstər ailə olsun, istər uşaq tərbiyəsi olsun, sosial olsun, bütün. Demək, nümunəyə biz diqqət etdəndə, əsl ilahi nümunə ilə həmən şəxs ilahi rəngə boyanmalıdır, həm də bütöv yaşanmalıdır.